Canlar, xoş gördük. İndicə bir xanım mənə zəng vurub, Gültəkin xanım, deməli, mənə sizin günəş kreminiz lazımdır, onun haqqında biraz mənə məlumat verir. İstədim elə buradan çəkəm, hər kəs dinləsin. Baxın, yay gəldi, özü də elə gəldi. Cızladır da adamı, yandırır yəni. Forever'ın günəş kremi. Tərkibində baxın aloe var. Yəni həm də nəmləndirici xassiyyəyə malikdir. Dənizə girirsiniz, hovuza girəndə nə olur bədənimiz? Qupquru quruyur. Bax bunu istifadə edirsiniz və 8 saat sizi günəşdən qoruyur, nəmləndirici saxlayır, ultrabənövşəyi şüanın qarşısını alır. Həm də BB var tərkibində. Yəni biraz da tonal effekti verir, dərini tonlaşdırır. Sonra bunun tərkibində var, bir də ki SPF 30'dur. Baxın dostlar, yazıb mənə deyir sizə mənə 50 plus lazımdır və yaxud 100 lazımdır, hava çox istidir. Onlar sintetikdir. Onların tərkibində nəmləndirici yoxdur. Dərinizi qurudur. Forever'ınki isə bir markadır. Əgər bu Afrikada, nə bilim Braziliyada, daha çox isti yerlərdə, Amerikada istifadə olunursa, deməli bu keyfiyyətli bir şeydir da. Dünyanın 170 ölkəsində Forever'ın bax bu günəş kremi eynidir. Qiyməti 42 manatdır, 118 millidir. Qeydiyyatdan keçəndə endirimə alacaqsınız. Növbəti məhsul isə o məşhur diş məcunudur. Forever'ın diş məcunu. Tərkibində propolislə nanə cövhər var, təbii ki aloe var. Diş əti qanamanı aradan qaldırır. Gingiviti çox gözəl düzəldir. Gingivit nə olur bilirsiniz, dişlər boşalır belə. Qoxu gəlir. Ağız boşluğunun qoxusunu götürür. Bakteriyanı öldürür. Həm də dişlərinizi ağappaq ağardır. Bax bu iki məhsul möhtəşəmdir. Odur ki, bu məhsulu əldə etmək istəyirsinizsə, mobil nömrəm səhifədə var. Yazırsınız, göndərirəm sizə. Həm də rayonlara göndərirəm bunu. Bu yaxanda indi bu günlərə bundan 10 dənə Lənkərana gedir. Bir də Ağcabədə taxta körpü deyirlər. Orada Laçınlılar qalır. 20 dənəsi də ora gedir indi bundan. Çünki xanımın biri aldı, bəyəndi. Onun üzündə lazer ləkəsi var idi. Nədənsə lazer ləkəsində apardı xanımın üzündən olan bunu. Yəqin ki tərkibində aloe var, ona görə təmizlədi. Bax belə, məhsulları əldə etmək istəyirsinizsə, mobil nömrəm var, yazırsınız. Hələlik.